Martın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütuna yüksələcək. Nisbi rütubət 90-95% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərində qar yağacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 11-16 dərəcə isti. Dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı var.